Deməli dostumuz yazıb 150 AZN də gərək əlimiz içində saxlayaq ki, qayıya bilək. Düzdür. Əlbəttə qaydaları pozmaq olmaz. Cərimə də ona görə cərimələnəcəksiniz. Mən dediyim videoda göstərdiyim bunlar ksenon üçündür. Yəni bunlar adi deyək ki, lampaya gedən ledlər deyil. Adi lampaya gedən ledlər. Yəni bunların %100 cərməsi bax yoxdur. Ksenonu hansı ki əvəz eləyən ledlər. Çünki o ksenon faralarının çoxsunun içində lupa olur. Və lupa faralarının içinə ksenon led qoymaq olar, yəni ona icazəlidir. Əgər istəyirsə sadə lampanı ledi dəyişmək, bəli, əgər orada da yenə də lupa varsa dəyişə bilərsiniz. Əgər yoxdursa, onda lupalı ledlər almaq lazımdır. Baxın, məsəl üçün. H4. H4'ün lupalı ledi. Yəni, yəqin ki, bunu çox görmüşsünüz, bunu çox TikTok'da bunu paylaşırlar. Yəni, əla işıqdır. Bu, Dalmi Bilijni H4 o deməkdir, yəni Dalmi Bilijni yerdə olan lampadır. Bu da yəni Sovet maşınlarına gedir. Əslində Sovet maşınlarına led qoymaq yəni olmaz. Yəni, onları qadağandır, bəli. Amma xarici maşınlar üçün belə qoya bilərsiniz. Bu çünki bir sinəyə görə Sovet maşını olmur. Sovet maşınının tarasının şüşəsi xrustal kimi olur. Yəni belə xət-xət. O ancaq zavod lampası üçün nəzərə alınır, led üçün yox. Siz ora 100 yox, elə 200 manatlıq led də qoysanız, yəni effekt tutmayasınız. Led qoymaqdan ötəri, yəni bu lupalı ledlər qoymaqdan ötəri paranın üstü mütləq düz olmalıdır. Düz şüşə kimi ki, bunun effektini, yəni bu ledlərin effektini görə biləsiniz.